Salam aleyküm şeyx. Və aleykum salam rəhmətullah. Allah sizə bərəkət versin. Sağ olun. Bugün də kommentarda bəzi suallar var. Videoları izləyənləri maraqlandıran bəzi suallar var, ola vermək istəyirik sizə. Birinci sual budur ki, Həzrət Əlinin Fatimədən olan qızının neçə yaşı var idi ki, onu da Ömərə versin? Elhamdülillah və vaxtə və salatu və salamu alə mən lə nəbiyyə və dəmmə bəd. Selamu aleykum rəhmətullah və rəkət. Aleyküm salam. Elhamdülillah. Məlumdur ki, o vaxtın urfuna görə qızlar tez ərə gedirdilər. Hətta oğlanlar tez ailə qururdular. Yəni o qəribə deyildi. Orada cürbəcür rivayətlər var. 12 də bəzi rivayətlər 12 gəlib, bəzi rivayətlər 9. O vaxtı bu bir adi bir şeydir. Yəni o vaxtın urfuna görə belə evlənirdilər. Və Umur Kulsum da bəli, Əli ibn Əbi Talibin qızlarının biri idi, Ömərə vermişdi. Və bu hətta o kimlər ki şübhə salmaq istəyirlər o hadisəyə, yalan saymaq istəyirlər, bəziləri deyirlər cin idi, bəziləri deyirlər qıra altında, yəni Ömər məcbur eləyib. Bunlar hamısı cəfəngiyatdır. Belə deyən adamların xəbərləri yoxdur ki, öz kitablarında bu yazılıb. Ki, Əli Ummu Kulsumu verdi Ömərə. Öz xoşu ilə. Bəli. Növbəti sual odur ki, Yezid tabeindirsə, onda Əbu Ləhəb sahabədir. O sual düzgün deyil. Yəni, Yezid nə dəxli var Əbu Ləhəblə? Əbu Ləhəb kafirdir. Əbu Ləhəb kafirdir. Və adı çəkilən şəxsdir ki, hansı ki, Allah-u Teala Təbbət surəsində o adını çəkir. Baxmayaraq əmsidir. Bunlar ki, kafirdir. Kafir necə sahabə olar? Sahabi, o sual verən görsənin ki, heç bilmir sahabi kimə deyilir. Sahabi kimdir? Kim Peyğəmbər sallallahu aleyhi ve selləmi görüb, iman getirib və o cürdə ölüb. Sahabi bunlardır. Amma qaldı ki, Yezid sahabi deyil, o tabiindir. Tabiindir, bəli. Və lakin Yezid xəlifə olanda ümmətin çoxsu ona beyət elədi. Hətta böyük sahabələr, İbn Ömər kimi və başqaları. Həmçinin yenə bayaqki mövzu haqqında komment var. Yazan sual verir ki, Həzrəti Əli Ömərə qız verməyib. İstəyib, yəni Ömər istəyib, ancaq verməyib qızını Ömərə. İkinci məsələ deyir, odur ki, Əbu Bəkr, Osman və Ömər Həzrət Əliyə qarşı çıxıblar. Haqqına giriblər, zülm ediblər. Səhih Buxaridə də Peyğəmbərimiz nə deyib? Mən Həzrət Əlini vəkil seçdim və o əmir əl-möminindir. Kim Həzrət Əliyə qarşı çıxsa, mənə qarşı çıxmış olar. Və buna əsasən də əvvəldə adını çəkdiyimiz 3 nəfər Həzrət Əliyə qarşı çıxdığı üçün kafirdir. Daha bütün aləmi qarışdırdı bir-birinə. Buxaridən xəbər verir bizə, bizim xəbərimiz yoxdur. Yəni, belə Peyğəmbər sallallahu aleyhi ve sellem dostlarından belə fikirləşən, nə deyəsən? Onlar nəinki Peyğəmbər sallallahu aleyhi ve sellem dostu, həmçinin Əli ibn Əbi Talibin dostuydular. Onunla bir yerdə idilər, biri körəkəni idi, biri bacanaq idi. O birisilər də hansısa babalarında birdilər. Belə baxanda onlar hamısı əmuşaqlardır. Hamısı. Lakin gəlin bir gedək də. Nə deyir o əvvəldə? Ömər istəyib, radiyallahu anh, Həzrət Əlidə radiyallahu anh verməyib. Deyir ki, hardan götürmüşsən? Yəni, oradan soruşun ki, hardan götürüb onu? Onların kitablarında yazıb, Kuleyndə gəlir, hətta fəslin adıdır. Hədislər orada 7 hədis gətirir, rivayət. Fəslin adıdır, babın adıdır ki, Əli Ummu Kulsum verdi Ömərə. Və onlar fikir versəz, onlar ne üçün bu məsələ üstə deyanlar? Çünki onlar qurduğu bilin ki, bina bu məsələnlə dağılır. Çünki onlar ən İslamın düşməni kimi Öməri təqdim ediblər. Baxmayaraq, Əhl-i Beyt öz uşaqlarına Ömər adı qoyub. Məsələn, bunlar Ömər qoymurlar. Səfərlərdən sonra Ömər adlı qadağan oldu. Ona görə bu tərəfdən bir normal, ağlı olan adam, belə insaflı. Bu tərəfdən eşidir ki, Ömər. Sonra eşidir ki, Əli qızın verib ona. Düz gəlmir axı.
Əli qohum idi ona. Radiyallahu anh. Düz gəlmir. Ona görə onlar bu məsələdən əziyyət çəkirlər düzü. Əziyyət çəkirlər. Onlar qurduqları bina dağılır bununla. Ona görə bəziləri inkar edir. Hansılar ki, xəbərləri yoxdur öz kitablarına. Bəziləri deyir ki, cin idi. Əli ibn Əbi Talib gör ki, Nəcrandan bir cin çağırdı. Yalnız ki, Mədinədə cinlər dolu idi. Bilməm, Nəcrandan nə çağırdı. Və dedi ki, Öməri yanına girəndə Umur Kulsuma oxşayarsan. Ömərdən cinlər qaçırdılar. Əli ibn Əbi Talib isə onlarla söhbət edirdi. Yəni bilirsiniz, onlar o elə rivayətlər qoyublar, əslində alçaldıblar. Həm Əlini, radiyallahu anhunu, həm Həsəni, həm Hüseyni və başqalarını da. Lakin onlar fikirləşməyiblər bunu. Neysə də çağırır, deyir ki, bəs girərsən sən Ömərin yanına. Ömər də girəndə görür ki, Umur Kulsumdur. Sonra yaxınlaşdıqca böyüyür, götürür onu pəncərədən də ələ sallar, götürür pəncərədən atır. Sonra Ömər tezdən durur, əl yüzünü deyir, bu nə idi? Sonra təzdən girir, yenə görür, 3-4 dəfə də ələ salırlar. Belə rivayətlər olan minbərdə danışır, belə rivayətləri. Yəni, özüm eşitmişəm. Bunlar nasıl cəfəngiyyatdır. Və bəziləri deyir ki, ikra altında, yəni məcbur eləyib. Ola bilsin, bəlkə qılıncı qoyub, Əli ibn Əbi Talibin başına ki, Umur Kulsum verməsən, sən öldürəcəksən və ya məcburi. Bunlar hamısı cəfəngiyyatdır. İstəsən, istəməsən də, bəli, verib qızım. Umur Kulsumu verib, razılıqla, şəriət qaydalarına, halallıq olub, xoşva gəlməsə də. Bəli. Və bu da qurduğum o bina hamısı dağıldı. Hamısı boş söhbətdir. Nə deyirlər? Amma o ki qaldı, Abu Bakır, Ömər, Osman radiyallahu anhum, Əli radiyallahu anhuna düşman olub yalan oldu. O da yalandı. Harada yazılır ki o? O Buxarıda, bizi Buxarıda öyrədir. Buxarıda bəli ola bilsin, o işarə eləyir o hadisəyə, qədr-xuma. O Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, mən kuntu mevla, fəalu mevla. Yəni, baxın o hədisin səbəbinə. Necə ki, ayələrin nazil olmaq səbəbləri var. Hədislərin də demək olar ki, çoxsunun səbəbi var. Baxın, onu Peyğəmbər sallallahu aleyhi ve sellem ne üçün əlini çağırdı oradan? Ne üçün? Çünki onu incimişlər müəyyən bir təbəqə, müəyyən bir hissə. Onun da səbəbləri vardı, Yəməndən gəlirdi. Rivayətlər açıq aydındır bu. Onların kitablarında da olmalıdır. Ona görə çağırdı. Yəni, Vəli 30-dan çox mənası var idi. Nə də orada bir də mənası əmirdir. Deyiblər, qutardı əmir. Əmir olsaydı mənasında əmir. Əli olardı Peyğəmbərdən sonra sallallahu aleyhi ve sellem. Heç kəs də etiraz eləməzdi. Lakin Abu Bakır olanda Əli özü demədi ki, ya Abu Bakır, bəs mənə deyid axı. Yaxşı, Abu Bakırın vaxtı qoymalı. Sonra Ömər gəldi, radiyallahu anh. Ömərin vaxtında deyərdi, ya Ömər, bəs mən olmalıydım axı. Qədr-xumda belə dedi. Elə şey demir. Osman da həmçinin vaxtında xəlifə olanda demədi ki, ya Osman, axı mən olmalıydım, bəs Qədr-xumda belə demişdilər. Özü də olanda istəmədi, hətta Nəhcül Bəlağıda, düzdür, möhtəbər sayılmasa da bizdə o kitab, Nəhcül Bəlağıda gəlirlər, ona deyirlər ki, sən ol xəlifə. O deyir ki, mən xəlifə olmaq istəmirəm, yəni vəzir olmağım xəlifə olmağımdan yaxşıdır. İstəmədi. Daha demədilər ki, Qədr-xumda səni seçmişdilər, daha qoymurdular, indi gəl ol yine. Bunlar hamısı cəfəngiyyatdır, böhtandır. Əli ibn Əbi Talib radiyallahu anh çox yaxşı münasibətdə olub Osmanla, bacanağı idi. Ömərlə qaynı idi. Həmçinin Abu Bakrın adı yaxın dostu idi. Qohum idi. Bunlar hamısı cəfəngiyyatdır. O ki qaldı, o axırda deyəsən deyir, kafirdirlər olar. Hələ söz işlətdim axı. Necə yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem Əli kafirlərlə durub oturur. Boş cəfəngiyyatdır, bu İslam dini deyil. Bəli. Növbəti bir aktual mövzu haqqında sual yazıblar kommentə.
Yazan qeyd edir ki, sizə insanlar şeyx deyə müraciət edir və sizin timsalınızda da elm tələbələri var, haqqı müdafiə edirsiniz. Bəs bizim namus məsələmiz olan hicab məsələsi barədə nə vaxt danışacaqsınız? Öz etirazınızı bildirəcəksiniz. Məktəblərə qoymurlar, sənədlərə başı açıq şəkil çəkdirirlər və s. Elhamdülillah, hicab məsələsində də biz danışırıq, həmişə. Sadəcə, harası qoymurlarsa, birinci qanunsuzdur, ikinci qoymurlarsa, getmə. Qoymurlarsa, getmə. O ki, qaldı indi sənəd məsələsi, inşallah düzələr o. Onun etiraz yox, biz danışırıq bu barədə, bəli. Danışırıq, inşallah həll olar. Biz gözləyirik o günü. O məsələ vacib məsələlərdən biridir. Əslində düzgün deyil bu. Düzgün deyil və bu ölkənin düşmənlərin və başqa müəyyən tərəflər istifadə edir bu hadisədən. Ona görə həmçində dini cəhətdən də düz deyil. Hicab fərzdir qadına. Olmaz. Ona görə biz danışırıq, deyirik, hicabdan danışırıq. Amma qaldı ki, etiraz çıxmaq küçələrə və s. Nəsə demək, o düzgün deyil bizə. Bizdə qaydalar var, onu keçmirik. Bəli. Həmçinin sual verildi ki, Allaha əl nisbət etmək sizə nə qədər düzgündür? Bir də Allahın qalxmağı, bu nə deməkdir, nə anlamdadır? Zəhmət olmasa açıqlayın. Elhamdülillah, biz birinci Allaha əl nisbət eləmirik ki. Allah özü deyib ki, əli var, o əllə xəlq eləyib. Allah özü deyir ki, ovucu var və həmçinin barmaqları var. Bunu Allah özü deyib və həmçinin Allah yüksəlməyi səmaya özü deyib. Özü deyib. Biz deməmişik. Lakin Allahın əli ilə bizim əlimiz arasında fərq var. Hətta məxluq arasında əllər bir deyil. O ki, qaldı xaliqlə məxluqun arasında. O şübhə gətirənlər, əl deməyi təvil eləyənlər, inkar eləyənlər, onların müşkül məsələsi nədir? Onlar xaliqi, məxluqu oxşadıb həqiqəti inkar edirlər. Əgər əl demək Allah üçün bir müşkül olsaydı, Peyğəmbər bəyan eləyərdi və ya sahabilər soruşardılar. Sahabilər soruşurdular, nəsə aydın olmayandır. O necə gəlib? Elə də qəbul ediblər və salam. Biz deməmişik əl. Biz özümüzdən heç də deməmişik. Biz sadəcə tabi Quran sünnəyə nə gəlib, onu isbat eləmişik. Və salam. Təbii ki, mislində və keyfiyyətinə varmama və s. Həmçinin bu mövzuya uyğun komment var. Biz demirik ki, Allahın gözü yoxdur. Və əgər Allahın gözü yoxsa deməli görmür. Əstəğfurullah. Əksinə, İxlas surəsi 4-cü ayədə onun heç bir tayı bərabəri yoxdur deyilir. Əgər Allahın hətta mahiyyətini bilmədiyimiz bir gözü və ya qulağı olsaydı, bu onun bir məkanı və ya hissləri olduğunu göstərərdi. Bu da onun ehtiyacı olmağını bildirir. Ehtiyacı olan isə ilah ola bilməz. Bu məsələ də yenə onların müşkül məsələsi fikir verirsiniz burada. Onlar xaliqi məxluqa oxşadıblar. Xaliqi məxluqa oxşadıb və deyirlər ki, yox. Göz desək məsələn, görməyin. Bir yandan deyir, yox, biz demirik, yoxdur. Sonra deyir, yox, var desək, ehtiyacda olacaq. Deyək, yoxdur. Yəni, görmür. Onu da deyə bilmir. Onun müşkül məsələsi nədir? O, xaliqi eynən məxluqa oxşadı. Bəli, məxluqun ehtiyacı var. Xaliqin yox. Sadəcə, özü deyib. Özü deyib, və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədislərdə təsdiqləyib ki, iki gözü var. Lakin necə biz bilmirik. Biz sadəcə ispat, biz həqiqəti necə inkar edirik. Özü Allahın sifətləri, isim və sifətləri elə bir surə yoxdur ki, Quranda, nəinki İxlasda. Hər yanda. Lakin Allah Teala buyurur nə? Leysə kəmitlihi şey. Onun mislində heç nə yoxdur. O və səmiyul basir. O eşidib görür. Biz də eşidib görürük. Lakin onun eşidib görməyi bizim eşidib görmək kimi deyil axı. Aydındır. Yəni onların müşkül məsələsi nədir? Onlar müqayisə edirlər məxluqla və inkar edirlər Allahın kəlamı, Peyğəmbərin sözü. Bəli.
İslamda qisas nədir? Kimsə bir insanın xanımını öldürübsə, o da gəlib onun xanımını öldürməlidir. Elhamdülillah, İslamda qisas bir cəzanın bir növüdür. Cəmiyyətdə təmizimlənir, əminamanlığa aparan yollardan biridir. Cinayətkarları cəzalandırmanın yolun biridir. Allah Teala buyurur ki: "Və lekum fil qisasi haya." Əl-ayə. Yəni qisas almaqda sizin üçün həyat var, yəni yaşamaq. Əminamanlıq var. Çünki həm də bu qanunlarda belədir ki, İslami. Əgər mən bilsəm ki, kimisə öldürsəm, sonra məni öldürəcəklər ona görə, mən diyaram. Həm o ölmür, həm mən özüm də özümü öldürmürəm. Hər halda, hər iki halda o da yaşayır həyat, mən də yaşayıram həyat. Və lekum fil qisasi haya. Allah Teala buyurur, sizin üçün qisas almaqda həyat var. Amma qaldı ki, yox, elə deyil ki, o gedib kiminsə qadının öldürsə, o gəlib onun qadının, yox, elə deyil. Sonra o məsələ, dedi, qatil öldürülməlidir, qatil. O da öldürülmür. Şərtlər qoyulur qabağına. Ölmüş adamın yaxınları, onları deyirlər, ya qisas alaq, ya qampul alaq, ya azad eləyin. İslam belədir, bəli. Dinsizlərə qulaq asmaq olmaz. Bəli, bu barədə siz məsləhət vermişdiniz. Lakin onlar insanları bu kimi şeylərlə azdırırlar. Məsələn, cənnətdəki şərab, qadın-kişi əlaqəsi, insanlar paltarsız olacaq. Yəni, bəziləri elə düşünür ki, bu dünyadakı kimi kim kimlə əxlaqsızlıq etsə, orada da edə bilər və s. Bu kimi şeylər. Zəhmət olmasa bunları Quran ilə açıqlama verərdiniz. Bilirsiniz, birinci, Allahsızlara qulaq asmaq olmaz, onlar kafirdir. İkinci, onlar müqəddəs heç nə yoxdur onlar üçün, elə adama. Əgər bir adam Allaha inanmırsa, onun üçün müqəddəs heç nə yoxdur bu dünyada. O adam hər şey eləyə bilər. Nə qorxu var, nə heç nə. Yəni, hətta heyvan Allaha inanır. Hətta heyvanlar Allah'a zikirləyirlər. O ki qaldı, deyir ki, məsələn, gətirirlər ki, orada araq və s. Orada araq, buradakı araq kimi deyil axı. Yəni, orada nə? Orada istəyirsiniz, hamımız oturub sinə vuraq orada, cənnətdə. Cənnətdə Allah Subhanahu taala bizə xəbər verib Quran-ı Kərimdə ki, orada gözəl həyat var. Lakin o şeylər ki, burada qadağandır, orada o demək deyil, eynən bu cür olacaq, yox. O başqa aləmdir. Bura başqa aləmdir. Məsələn, tutaq ki, ananın bətnində bir aləm idi. Hərdən görürsən ki, əkiz olur oğlanla qız. Orada paltarla idilər. Ananın bətnində. İki qardaşla bacı da hayıbdır. İndi biz müqayisə eləyik indiki vaxtda. Deyək ki, qardaşla bacı ananın bətnində. Bu nədir? Paltarsız olublar. O başqa aləm idi. O başqa aləmdir. Bunlar göy ki, ağıllıdırlar. Özlərini belə ağıllı hesab edirlər. Deyirlər, necə cənnətdə olacaq belə. Olacaq, düz o sənə aid deyil. Əgər o əqidəni ölsən. Sənə aid deyil. Bəli. Aydın. Növbəti sual, namazda öz dilində dua etmək olarmı? Elhamdülillah, namazda öz dilində əlbəttə dua eləməli. Məsələn, mən ərəbcə bilmirəm, tutaq ki. Mən də öz dua eləmək istəyirəm, dua eləmərəm. Dua eləyə bilərsən. Var elə fikir. Var, bəzi alimlər deyirlər, yox, ərəbcə o lazımdır. Bəzi alimlər deyirlər, fərzdə yox, nafilələrdə olar eləmək. Lakin ümumən olar. Qadağan yoxdur. Əksinə, icazə verilib dua eləmək. Öz dilində elə. Bəli. Amma ərəbcə bilirsənsə, ərəbcə elə. Bəli. Bu, Azərbaycanca və ərəbcə mövzusunda belə bir sual var. Sürət Qurandan gedir ki, Azərbaycan dilində oxusaq olmaz. Başa düşmürüksə, niyə oxumalıyıq? Allahın bizə nə dediyini, nə göndərdiyini, kitabda nə bəhs etdiyini, dini dəyərləri və yaxud da insanın dəyərləri başa düşmürüksə, nəyə lazımdır bu? Bilirsiniz, başa düşmək, hətta öz dilində oxusan da başa düşməyəcəksən. Öz dilində də. Çünki Quran-ı Kərim Allahın kəlamıdır. Quran-ı Kərim elə bir kitab deyil. Allahın kəlamıdır. O demək deyil, öz dilində oxusan başa düşəcəksən. Ola bilər başa düşəcəksən, kimsə gəldi, getdi, hə. Amma o gəlib getməyin nə deməkdir? Onu sən başa düşməyəcəksən. Ona görə Quran baxmayaraq ərəbcə var, ərəbcə bəlkə də yüzlərlə təfsir var. O Allahın kəlamını düzgün başa düşmək üçün. Onlar elə başa düşürlər ki, Quran-ı Kərim adi kitabdır, tərcümə alıb oxudu, qutardı, mən Quranı bildim. Başa düşdüm. O düzgün deyil. Səhv başa düşürlər.
Quran-Kərim adi kitab deyil axı. Allahın kəlamıdır. Müxtəsərdir. Sən o hətta öz dilində oxusan yenə başa düşməyəcəksən nə demək istəyir burada. Necə demək istəyir. Yəni necə tətbiq eləməliyik. Aydındır qardaşlar. Yəni elə deyil, onlar Qurana elə bir adi bir kitab kimi baxırlar. Bəli. Bir nəfər deyir ki, Muaviyyə İbn Abbasa təfsir etməyi qadağan etmişdi öz zamanında. Məhz buna görə də Bəqərə 207-nin təfsirini dəyişiblər. Hətta o iddia edir ki, buna görə ona pul veriblər. Nə qədər? Təqribən 400. 100 veriblər, razı olmayıb, 400-dən qaldırıblar. 400. 400. Dollar yox. O vaxtı, hə. Hə, ayın. Boş söhbətlər var. O, ola bilər o öz kitablarında oxuyub məsələn Nəhcül Balağda ya kimsə mötəzililərdən kimsə deyib onu. Boş, batildir belə şeylər. Yəni o dərəcədə də alçatmaq sahabələri olmaz. Olan adətidir sahabələri alçatmaq. Böhtan yaymaq onlardan. Bəli, batil rivayətdir bunlar hamısı. Bəli. Sonuncu sual şeyh. Bilirsiniz, düz deyə biz razıyıq. Biz bilirik ki, onlar deyirlər indiki Quran o Quran deyil. Yəni onlar açıq bunu deyir ki, gör ki Osmanın vaxtında, Osman ki o vaxt dedi ki Quranı cəm eləyin. Əli də gəldi Quranla, lakin Əlinin Quranı qəbul olunmadı. Ola belə deyir. Ona görə onlar deyir ki, o Quran Mehdinəndir. Mehdi gətirəcək. Hələlik buradakı bu Quranı, hələlik burada olanı oxuyun, yola verin. Biz bilirik, bunlar açıq aydındır bunlar da əqidə. Ola bilər avamları bilməsin. Ola bilər desin, biz elə şey eşitməmişik zat, amma yox, həqiqətən elə deyildi. Soruşsunlar, əgər bilənləri varsa. Hə, çünki onlar deyirlər, Mehdi ilə Quran gələcək. Hə, çünki onlar dediyi nələrsə var, Quran-Kərimdə yoxdur açıq aydın. Yoxdur. Məsələn, biri deyir ki, Quranda 2060 dəfə, 2600 dəfə Əlinin adı çəkilir. Gör ki, onu çeviriblər, məsələn, Ömər, Əbu Bakır, Ömər, Osman. Yaxşı, tutaq ki, Əbu Bakır dağıtdı da. Ömər də təhrif elədi, məsələn, Osman da təhrif elədi. Əli 4-cü idi, düzəldərdi də. Onda siz Əlini də ittiham edirsiniz. Əli ümməti qoydu belə, getdi. Yaxşı, əgər Osman qəbul eləmədisə, xilafəti vaxtı bunu qəbul etdirərdi. Onda elə zəif idi, yəni. Zəif adam idi. Allahımız cəfəngiyyatdır. Sadəcə avam insanları allatmaq üçündür, şübhə salmaq üçün məsələn. Şeyh Həmzə, bu mövzudan belə bir maraqlı sual çıxır. Bunlar iddia edirlər ki, 12 imam, xüsusən başda Əli radiyallahu anhu, bəşəriyyəti qorumaq üçün və nicata çatdırmaq üçün Allah tərəfindən seçilmişdi. Belə olacağı təqdirdə o birinci xəlifə olmalıydı və bunu başara bilmədi, onların dediyinə görə. Ümmü Gülsümü qorumalı idi, hətta öz qızı idi, ümmətdən qalaq öz ailəsidir. Öz ailəsini qorumalı idi, qoruya bilmədi, məcburən Ömərə verdi. Fatiməni qoruya bilmədi, qapıda sıxdılar. Quranı qoruya bilmədi, dəyişdilər. Yaxşı, onda bunların imamlarının missiyası nə idi? İşte, heç baş açma olmur. Baş açma olmur onlardan. Qəribə dindir. Bəssalam. Allah sizə bərəkət versin. Allah razı olsun. Selamun aleyküm. Aleyküm salam.